Azərbaycan Avropa İttifaqı üçün önəmli dövlətdir. Çünki enerji təhlükəsizliyində mühüm rol oynayır. Bunu Yeniçağı açıqlamasında politoloq İlyas Hüseynov deyib. Siyasi təhlilçi son dövrlər Avropa İttifaqı və Azərbaycan arasında müşahidə edilən gərgin münasibətlər fonunda Avropa İttifaqının ali nümayəndəsi Kaja Kallasın ölkəmizə planlanan səfərini təhlil edib. Analitik sözü gedən səfərin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir, çünki son dövrlər Avropa İttifaqı ilə Azərbaycan arasında kifayət qədər ciddiyyətli münasibətlər və eləcə də problemlər meydana gəlmişdir və hesab edirəm ki, bu problemləri həll etmək üçün bu səfər yaxşı fürsətdir. Çünki bundan öncə Avropa İttifaqının bir sıra vəzifəli şəxsləri ölkəmizə münasibətdə qərəzli mövqedən çıxış edirdilər. Avropa İttifaqının Təhlükəsizlik və Xarici Siyasət üzrə Ali komissarı Joseph Borrell, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen'in milli maraqlarımıza zidd bəyanatları mövcud idi və bu səfər əsnasında məhz qərəzli münasibətin aradan qaldırılmasına dair konstruktiv müzakirə həyata keçirilə bilər. Çünki Azərbaycan Avropa İttifaqı üçün önəmli dövlətdir. Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycan mühüm rol oynayır. Və elə Ursula von der Leyen'in Azərbaycana səfəri zamanı Avropaya nəql olunan qaz həcmlərinin 2 dəfə artırılmasına dair strateji saziş imzalandı. COP29 ərəfəsində xoşagəlməz bəyanatlar və bu tədbiri boykota çağırmaq kimi fikirlər von der Leyen tərəfindən səsləndi və nümayişkarana şəkildə Bakıya gəlmədi. İstənilən halda Azərbaycan bölgədə güclü geosiyasi aktordur. Bu COP29 tədbirini də böyük uğurla həyata keçirdik. Beynəlxalq diqqətlər də Azərbaycana yönəlmişdi. İqlim maliyyələşməsi ilə bağlı mühüm irəliləyişin əldə olunması, bir sıra Azərbaycanın irəli sürdüyü təşəbbüslərin icrası ölkəmizi beynəlxalq arenada da güclü bir dövlət kimi təqdim edir və eyni zamanda Avropa İttifaqı ilə Azərbaycan arasında da strateji münasibətlər mövcuddur. Avropa Parlamentində vaxtaşırı müxtəlif müzakirələr və qərəzli qətnamələrin də qəbul olunmasını görürük. Bütün bu məsələlərin dialoq vasitəsilə, məsləhətləşmələrlə, siyasi danışıqlarla həlli mümkündür və bu xüsusda hesab edirəm ki, Kaja Kallasın Azərbaycana səfəri də yaxşı nəticələrlə yadda qalacaq.